köynə, belə qoltuqsal köynə olan. Gəldim, hə, dedi ki, qardaş, maşını çəkmədən qonaq gəlir. Bu həmin o Kalistopol kişi yaxınlaşdı ki, çəkmə, bacı oğlu, saxla burada. Şair deyir ki, cənnət görmək istəyən Azərbaycana gəlsin, Masallıya gəlsin, İstisiyaya gəlsin. gəlsin. Natavan xanım xoş gördük sizi Masallı şəhərində. Həqiqətən də bayaqdan biz baxırıq, sizin qızlarınız çox talantlıdır, çox istedadlıdır. Halal olsun deyirəm. Neçə ildir fəaliyyət göstərirsiniz? Halay Folklor Xalq kollektivi. 1955-ci ildən bünövrəsi qoyulan Halay Folklor Xalq kollektivi mənim anam SSR Mədəniyyət Ağaçısı Ümrübağan xanım Cəbiyeva tərəfindən 1956-cı ildə rəsmən dövlət tərəfindən Halay kollektivi kimi səhnəyə gəlibdir. İlk illərdə Azərbaycanda keçirilən festivallarda halay iştirak eləyirdi. Halayın ilk festivalı Çiçəkdən Bizim Azərbaycan festivalı 58-ci ildə keçirilibdi. Halay ilk dəfə səhnəyə 3 nəfərlə gəlibdi. Amma festivala 8 nəfərlə gedibdi. 56-cı ildə Mahmudavar kənd folklor evində bəstəkar Qəmbər Hüseynli və Azərbaycanın xalq rəqqası, rəqs sənətinin ustadı Əlbaba Abdullayev tərəfindən halaya baxış keçirilirdi və halayı Bakı şəhərində keçirilən Çiçəkdən Bizim Azərbaycan festivalına dəvət eləyiblər. İlk uğurumuz məhz elə o vaxtdan başlayıbdı. Bugünkü günə qədər bu il bizim 70 illiyimizdir. Təbrik edirik sizi. Çox sağ olun. Halay Folklor Xalq kollektivinin 70 illiyidir. Yəni bu bizə çox qürur verir. Nəyə görə? Biz bölgəmizi Azərbaycan mədəniyyətində folklorunu təmsil eləmişik xarici dövlətlərdə və Azərbaycanın ilk qadınlardan ibarət kollektivik. Biz dünyada Azərbaycan adı altında Azərbaycan folklorunu, mədəniyyətini, düzdür, bizim bölgəmizin folkloru, cənub bölgəmizin folklorunu, mahnılarını, bayatılarını, rəqslərini Azərbaycan adı altında dünya səhnəsinə çıxartmışıq. Təbrik edirik sizi. Bu cavanların indiki bu sizin sənətə marağı varmı? Əlbəttə ki, maraqları var. Siz özünüz də görürsünüz ki, bizim cavanlarımız çox gözəl mahnı, folklor mahnısı oxuya-oxuya həm də rəqsi təqdim eləyirlər. Yəni bunu bacarmaq həm buna nəfəs lazımdır, həm buna hərəkətə görə bilirsiniz, halay mahnıları çox çətin mahnılar. Hərəkətdə olarkən bəli, ifa hərəkətdə olunur. olarkən ifa olunur. Yəni buna birinci növbədə nəfəs, birinci növbədə çatdırma. Halay mahnıları tək oxuna bilmir. Görürsünüz, iki cərgədir. Birinci cərgə oxuyanda ikinci cərgə cavab verir. İkinci cərgə oxuyanda birinci cərgə qoşulur, cavab verir və belə davam edirlər. Sizə bundan sonraki işlərinizə uğurlar arzulayırıq. Budağın o yüzünde yerleri kurbanın olur. Budağın o yüzünde yerleri kurbanın olur. Ceyranlar yüzünde yerleri yerleri. Ayleri yerleri yerleri. Ayleri yerleri yerleri. Ayleri yerleri yerleri. Değirman üstü çiçeğelleri kurbanın olur. Değirman üstü çiçeğelleri kurbanın olur. Kim getir onu bize yerleri yerleri. Ayleri yerleri yerleri. Ayleri yerleri yerleri. Ayleri yerleri yerleri. Budağın o yüzünde yerleri kurbanın olur. Budağın o yüzünde yerleri kurbanın olur. Ceyranlar yüzünde yerleri yerleri. Ayleri yerleri yerleri. Ayleri yerleri yerleri. Ayleri yerleri yerleri. Bağa girişim budur ayleri kurbanın olur. Bağa girişim budur ayleri kurbanın olur. Yürü derişim budur ayleri yerleri. Ayleri yerleri yerleri. Ayleri yerleri yerleri. Ayleri yerleri yerleri.
yarları, ayları yarları, 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 yarları. Keçsin mən daxil edim. Bəli, bu gördüyünüz zal hal-hazırda 400 nəfərlik yer tutur. Burada bizim hüzur məclislərimiz keçir, şəhidlərin anım gün mərasimləri və belə tədbirlərimizi burada keçirdiririk. Burada keçirilir 400 nəfərlik Bəli. kişilər üçündür bu zal, qadınlar üçün də Fərqi zal yoxdur. var. Böyük zal var, balaca zal var bizdə Bəli. burada. Bunun o birisi tərəfində də 150 nəfərlik balaca zaldır. Çox vaxtı qadınlar orada olur, kişilər burada olur. Kütləvi hüzur məclisləri burada Burada keçirilir. keçirilir rayonumuzda. Burada yalnız hüzur məclisləri keçirilir, yoxsa başqa dini mərasimlər də keçirilir? Bu məhərrəmliklə ilə bağlı dini ayinlər də burada olur. Ondan sonra Ramazan ayı ilə bağlı. Bəli, Ramazanda burada ehsanlarımız olur. Cənab başçı, İftarlar. bizim rayonumuzun icra başçısı Araz Əhmədov da burada dəfələrlə olaraq şəhidlərə burada Anım mərasimi, ehsan süfrələri olub, iftar süfrələri olub, burada keçirilib. Mən baxıram, burada divarlarda ibrətamiz sözlər var. Bəli. Ora vətəni sevmək imandandır, çalışmaq ibadətdəndir. Bəli. Bunlar kim tərəfindən təşəbbüs olunub, yazılıb? Kim seçib o sözləri? Bunları Burada burası yazılan, burada 14 məsumların, yəni Peyğəmbərin adı var, 12 imamlarımızın, Xanım Zəhranın adlarıdır. O birisi tərəfdə isə şəhidlərimizin də, yəni biz burada yad eləmişik, yazıb ki, Allah şəhidlərimizi rəhmət eləsin. Burada da vətəni sevmək imanlandır. Bunu bizim buranın tikintisini aparan vaxtları bizim Fəxrəddin müəllimin öz təşəbbüsü olub ki, bu şeylər də burada qeyd olunsun. buranın tikintisi neçənci ildə başlayıb? İkincisi 2022-ci ildə başlanıb. Hardasa bir 2 il davam edir burada. Dayanmadan iş gedir burada. Yəni cəmaət burada məclislərini edirdi deyə. Ona görə heç bir yağış, qar, gün belə baxmamış iş gedib burada. Hal-hazırda buranın mətbəxidir, mərasim yerinin. Yəni burada qablar, zadlar yığılan yerdir bura. Buradan həm böyük zala girmək olur, həm də balaca zala girmək olur. Mən sizə göstərdim orada. Belə səliqəsi həmin də gözə çarpır. Burada qadınlar üçün əsasən Bəli. nəzərdə tutulmuş yerdir. Bəli, burada kiçik zalımızdır. Bura neçə nəfərlikdir? Bura 150 nəfərlikdir. Burada da mərasimlərimiz, qadınlarımız da olur. Bir də görsən, elə vaxt olur, kişilər də olur burada. Çoxluq təşkilində Bəli. buradan da istifadə edirsiniz. Burada da surələr var yenə. Bəli. İbrətamiz sözlər var divarlarda. Bəli, yuxarıda da gördüyünüz kimi günbəzin içində də Ayət-i Kürsünün buradan qeyd olunub, yazılıb hamısı. Azərbaycan dilində də aşağıda da tərcümələri var hamısının. Mütləq şəkildə lazımdır. Adətən insanlar belə düşünür ki, kim harda doğulubsa, o evdə kəfənlənməlidir, orada yuyulmalıdır və oradan dəfnə getməlidir. Burada necə? Elə bir ki, bizdə evə də şikayətimiz var. Məsələn, burada düzəldiblər, palatka zad verə bilirik. Ancaq ki, elə yerlər var, rayon yerində, şəhər yerində görsək, jilddomlarda, bina evlərində, yəni yaşayışdır, həyət olmadığı üçün çox adamı gəlib burada istifadə edir. Belə də onun yəni heç bir fərqi yoxdur. Evi olan adam da indi təzəlicədə yəni bura gəlib burada istifadə edir buranı. Buranın özündə yuyan şəxs olur da siz. Bəli, yuyan şəxsi var. Bəli. Yuyur. Burada da elə kəfənləyirlər. Buradan dəfnə gedir. Dəfn edirlər meydin. Allah bütün rəhmət edənlərə rəhmət eləsin. Allah razı olsun. Həqiqətən də çox gözəl təşəbbüsdür. Biz bilirik ki, artıq bəzi məscidlərdə də biz keçən dəfə Kürdəmir rayonunda da çəkişdə olanda orada da biz gördük. Bəli. Əsasən yuyulan yeri. Burada da Masallı şəhərində də biz İmam Hüseyn məscidində də gördük ki, həqiqətən də burada da çox gözəl şərait yaradılıb. Bu kənd yaranandan bizim yol problemimiz olub. Vaxtilə bayaq qeyd etdiyim kimi elə safxoz tərkibində mövcud olduğumuz dövrdə safxozun köməyi ilə müəyyən dəstək olunsa da, amma bu yetərli deyildi. Yəni biz mövcud olduğumuz bütün dövr ərzində kənddə bu problem, yol problemini yaşamışıq. Və ona görə də təsəvvür edin ki, bu yolun olmaması ucbatından deməli kəndimizə nə təcili yardım gəlirdi,
evlərimiz boşalmağa məruz qalırdı, məktəbdə şagirdlərin sayı azalırdı, digər kəndlərdən müəllimlər bura gəlməkdən imtina eləyirdi. Bax, zaman-zaman bu tip problemləri biz yaşamalı olurduq ki, bu da kəndin boşalmasına, evlərin boş qalmasına, xüsusilə cavan nəslin kənddən köç edib getməsinə səbəb olurdu, şərait yaradırdı. İndi necədir? İndi yenə var sizin kəndinizdən köçüb gedənlər böyük şəhərlərə? Deməli, bugün bu kənddə baş verənlər, bu kəndin tarixində, mən özüm tarixçiyəm, bu kəndin tarixində mən deyərdim ki, misli görünməmiş bir hadisədir. Adətən biz deməli, ucqarların problemləri ilə daha çox gilələnirik. Amma bu kənd qeyd etdiyim kimi Masallının, rayonumuzun ən ucqar kəndidir. Amma dövlətimizin, prezidentimizin, başçımızın bugün bu kəndimizə vermiş olduğu bu dəyər bir daha sübut etdi ki, yəni bizim prezidentimiz üçün ucqar, uzaq, fərq eləmir. Heç bir fərqi yoxdur. Mən bütün kənd ictimaiyyəti adından dövlətimizə minnətdarlığımı bildirirəm. Bax, bu gözəl yol həm abadlıqdır, həm təmizlikdir, həm deməli qeyd etdiyim kimi biz uzun müddət bu qonşu Lənkəran rayon Zövlə kənd yolundan istifadə etməli olurduq və nəzərə alsaq ki, həmin yol digər bir rayona aiddir və təcili yardım maşınlarının həmin yolla bizim kəndə gedib gəlişi çox müşkül idi. Çox vaxt imtina edirdilər ki, bura gəlmirdilər və bu səbəbdən bu bizim üçün çox bir narahatçılıq yaradırdı, bir əziyyət yaradırdı. Artıq rayonla əlaqələrimiz çox çətin idi. Şəxsən mən gündə rayona gedib gələn adam kimi artıq 15 dəqiqəyə rahat şəkildə rayona gedib... Qışda lap çətin olardı, düzdür? Qışda ümumiyyətlə çətin idi. Nəzərə alsaq ki, yağış, palçıq və digər amilləri nəzərə alsaq, qışda ümumiyyətlə bu problem daha çox çətin idi. Özünü göstərirdi. Bəli, bir çox sahalarda özünü xüsusilə göstərirdi. Hakim müəllim, bildiyimiz kimi Birinci Qarabağ müharibəsində və İkinci Qarabağ müharibəsində yəqin ki, sizin kənddən də şəhid olanlar oldu. Neçə nəfər həm Birinci Qarabağ müharibəsində, həm İkinci Qarabağ müharibəsində bu kənd şəhid verib? Kəndimiz balaca olmağına baxmayaraq, bütün sferalarda tanınmış insanları ilə, elmli, dəyərli şəxsiyyətləri ilə məşhurdur. Xüsusilə mən uzun müddət bizim kəndimizdə məktəbimizə rəhbərlik etmiş Sultan müəllimi qeyd etmək istəyirəm ki, o kəndin həm ilk naşiridir, yazıcısıdır. Məsələn, onun bugün çox gözəl şeirlərin müəllifidir. Şəhidlərimiz haqqında, prezidentimiz haqqında çox gözəl şeirləri var. Ondan sonra onun Dəniz mənimlə gedir. Xüsusi gözəl bir kitabı var, şeirlər kitabı. Və birinci Qarabağ müharibəsində qeyd etdiyim kimi kəndimizdən bir neçə övladı, oğulları qəhrəmancasına, bəli, çox böyük qəhrəmanlıqla uzun müddət döyüşdülər, şücaətlə, mərdliklə döyüşdülər ki, onlardan mən bir neçəsini xüsusilə qeyd etmək istəyirəm ki, məsələn, Elbrus Məhərrəmov, Ziya Məhərrəmov, Nəsir Şükürov, Abil Rəsulov, Teymur Rəsulov, bir neçəsini belə misal göstərmək olar ki, onlardan biri Rəsulov Teymur Vəliağaoğlu bu ağır döyüşlərdə, deməli 1994-cü ildə Füzuli oğlunda gələn döyüşlərdə qəhrəmancasına şəhid olmuş və Rəsulov Teymur hal-hazırda bizim kəndimizin yeganə şəhididir. Yada salmışsan, Mehriban Əliyev, İlham Əliyevin də canın salamat eləsin, prezidentimizin də. Amin, amin. Hamısın, canı salamat olsun. Anaşa, canı salamat olsun. Yada salam oğlanlarım. Allah İlham Əliyevin də canı salamat eləsin. Cəz mübarək olsun. Yada salmışsan. Şəhidimizi yada salmışsan. Gül verdiyin
bilmirsən? Bildim, Hə. bildim ki, Hə. elə bu gün bura gəlməkdə də məqsədimiz sizi Sağ təbrik olun, etməkdir. sağ olun, minnətdaram. Başçı maşınıdır yaxı burada bəs. Başçı hardan? Dedi elə başçı mənəm. Sevindik müəllim. Görüşdük, qucaqladı, öpdü. Dedim olar sizi qucaqlayım. Heç mən başçı qucaqlamamışam. Dedi hə nə olar? Qucaqla öp məni. Allah sizə can sağlığı deməyim odur. Həqiqətən də bax sizi kimi icra başçıları bu günləri belə bir çıxmasın. Yanınızda mühafizəsiz, nə bilim, insanların içində, kəndin içində, hamı hara baxırıq, Allaha and olsun. TikTokda baxırıq, görürük necə insanlarla, necə səmimi. O günləri baxmışam, dəfində iştirak eləmişsiniz. Gəlir, Allah rəhmət etsin. Düşüb ona maşından düşüb ona kömək eləyir. Düzəldən usta idi. Allah sizə can sağlığı versin. Allah sizin anınıza da uzun ömür versin. Sizi kimi insan yetişdirir. Allah sizə can sağlığı versin. Təşəkkür edirəm kənd cəmaatı adından. Minnətdaram sizə. Yenə bayaq dediyim anaların yanında yenə də deyirəm. Cənab prezidentin göstərişi budur ki, biz səhərdən axşama qədər tək işimizdə, idarəmizdə oturmalı deyilik. Həm də cəmaatla ünsiyyətdə olmalıyıq. Onların qayğıları ilə maraqlanmalıyıq. O ki, qaldı şəhidlərə bu bizim bir nömrəli prioritet vəzifəmizdir. Cənab prezidentimizin, hökumətimizin, birinci vitse-prezidentimizin göstərişi budur ki, hər gün şəhid ailələri diqqət görməlidir. İndi əlimizdən gələni eləyirik. Ananın indi arzusu ilə biz danışdıq ki, üzümüzə gələn həftədə bu yolu çıxacaq. Beləliklə də Qızılağac kəndində Belə asfaltlanma deyək ki, yolda. siz tək şəhidailələri yöndə, elə cəmaatın içindəsiniz. Elə hamıya da kömək olursunuz, qəbulunuzda da olmuşam. Belə dinləmişsiniz də, necə lazımdır, dərdimizə şərik də olmuşsunuz, problemimizi həll eləmişsiniz. Allah canınızı salamat eləsin. Mən də bu kənd cəmaatı adına sizə təşəkkür edirəm. Allah sizə can sağlığı versin. Sən Uzun ömür versin. fikrimi Sağ olun, tamamladın, var olun. arzunu götür. Öpmək istədin sən cənab başçı. Allah canınızı salamat eləsin. Qədimdəndir. Bax, burada gözəl olan. Bəli. Gör necə dağların döşündən süzülür. Bir də Bax, mən süzülməni qram çək. əz tamaşaçılar Qəşəng, süzülür. qəşəng, onu çək. Bir növ damcılıdır da bu. Bəli, daşdan süzülür, təbii şəkildə. Damcı Görün süzülür. göz yaşları deyə, göz yaşları. İlahi, gör nə gözəldir, gözəl. Hadi Ey şair burada gözəl nə deyir? jurnalist. Şair deyir ki, cənnət görmək istəyən Azərbaycana gəlsin, Masallıya gəlsin, İstisiyaya gəlsin. İstisiyaya gəlsin. Ölkənin turistləri başqa ölkələrə getmir, öz ölkəmizdə dincəlir və hətta xaricdən də burada bayaq biz gördük. Əsasən rusları biz burada gördük, istirahət edirlər və başqa ölkələrdən də gəlirlər də hacı bura. Nəinki yerli turistlər, eyni zamanda xarici turistlər də gəlir. Biz çalışmalıyıq ki, ölkəmizin başçısı, qəhrəman prezidentimiz İlham Əliyev cənablarının bizə göstərdiyi diqqət və qayğıya cavab verək, işləyək, quraq, yaradaq və iş yerləri açaq. Eyni zamanda çoxlu turistlər gəlsin. Nə üçün bizim turistlər gedib Gürcüstanda, başqa ölkələrdə pul xərcləməlidir? Orada azadlıq var. Bəziləri bu azadlığı başa düşmürlər. Bu azadlığı Heydər Əliyev ideyaları biz üçün gətirib çıxardı bu azadlığa. Bu azadlığa dövlətimiz, prezidentimiz, qəhrəman prezidentimiz bu azadlığı biz üçün verib. Biz də ona necə 44 gündə həmrəy olduq xalq, Qarabağ torpaqlarını işğaldan azad etdi. Mən bu yaxınlarda ailəvi getmişdim Qarabağa. İlahi, ay cavan oğlan, qəhrəman prezidentimiz nələr yaradır? Yollar tikir, tünellər çəkir, aeroportlar tikir, məhəllələr salır, şəhərlər, otellər. İndi başqa bir yerdə əzan. Əzanlar da başqa vaxtlarda verilir, yoxsa Bakı ilə bizim arasında 6 dəqiqə fərq var. bəli. Ha. Eləsi var, o knopkanı yarım dəqiqə, 1 dəqiqə gec basır. Eləsi var 1 dəqiqə, yəni o bayaqları ki səs eşitdi cibimdən, hamı ondan sonra, yəni əvvəl isə heç kim icazə. Maşallah bu istidə burada bu ağacları gördük. Həyətimizdə biz bunu bacara bilmirik, amma sağ olsun gördük bu. Bu kəni görürsəniz şu kəni. Ha. Elə bir forma düzəldib ki, özü hər gün, hər 2 gündən bir gəlir, suvarır. Su qutarır, yenə gətizdirir, suvarır.
Bir dənə quruyub burada, qalanlar hamısı maşallah, elhamdülillah olub və oturacaqdan şərait yaradıb. Sağ olsun bizim başçımız yolu çəkdirməkdə özü dəfələrlə oradan piyada gəlib qalxıb bura. Deyib, yox, mən piyada gedərəm və onun təşəbbüsü, düzün deyək, onun təşəbbüsüdür. Sağ olsunuz başçı. Həqiqətən də çox belə bizə uyuşan adamdır. Elə bir kətçimizdir, elə bir qonşumuzdur, yaxınımızdır. O qədər o bizimlə mehribandır. Vallahi billah, Allah onu qorusun. Sizlər baham. Bu məscid burada olanda ətrafda heç bir kənd olmayıb. Heç, bəli, heç bir kənd olmayıb. Ancaq Ərkivan qalası, bir də ki, başqa dağlarda kəndlər olub. Bu mərkəzdə kənd olmuyor. Heç bir, bizim bu kənd, elə bir qədim tarixi də yoxdur bu kəndlərin. Heç birini. 400 il, 450 il. Neçə məscid olar bu hacı? Bu 7-ci əsrdən, o vaxtdan qalıb. Çünki, belə deyim də, bildiklərimizə görə burada imamlar olublar və peyğəmbərlərdən daşı qalıb nümunə burada. Çünki Mürsəli ocağı ona görə deyirlər də bura. Mürsəli peyğəmbərlər də olublar. Vaxtı ilə Kərbalaya gedənləri hamısından soruşardılar. Siz buranı ziyarət eləyib gəlmisinizmi? Bütün ziyarətə gedənlər gəlib buranı ziyarət eləyib gedərdilər. Niyə elə deyiblər ki, hacı? Tarixi qədim idi, yoxsa burada? Bəli, toplama mərkəzi bura olub. Mərkəz bura olub. Bəli. Həm də aydın məsələ dediniz ki, kəndlərin tarixindən qədimdir buranın. Bəli. Bu kənddə, bizim bu kənddə bu ocağa görə gəlib burada yerləşib. Mən özüm şahidəm ki, məsəl üçün, hələ 72 idi, 73-cü ildir. Demək, o dövrdə çox belə primitiv bir formada idi. Onu söktülər, başqa bir məscid tökdülər. Onda da imkansızlıq idi. Sonra isə mən 2000-ci ildə başlamışam bax bu məscidin tikintisinə. 2000-ci ildən. Onda mən bu məscidin tikintisində, bünövrəsində ayaq üstə qala bilmirdim xəstəliyimdən. Amma elə oldu ki, bunun kümünü əllərimlə bağladım. Bax, bugünkü günə qədər də məni buraya bağlayan budur. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin, ali Muhammed. Allah Muhammedin, ali. Allahümme salli ala Muhammedin. Allahümme salli ala. Allahümme. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Salli ala Muhammed ve ala. Eşhedü enne Muhammeden Resulullah. Salli ala Muhammedin ve ala. Subhane Rabbiyal azim ve bihamdih. Allahu Ekber. Subhane Rabbiyal ve bihamdih. Allahu Ekber. Subhane Rabbiyal ve bihamdih. Allahümme salli ala Muhammed. Allah şükür sana ya medet. Geldin. Allah qəbul etsin, Allah razı qalsın.